Salam dəyərli izləyicilər, dəyərli MMA sevənlər, xoş gördük hər birinizi. Azərbaycanlı idmançı Tofiq Musayev UFC-də növbəti döyüşünə çıxıb. Onun rəqibi Çilidən olan idmançı İgnasio Bohomendes olub. Düzdür, bütün dünya İgnasio Bohomendesin qələbəsinə inansa da, Azərbaycanlıların inandığı Tofiq Musayev qələbə qazanmağı bacarıb. Bəli, rəqibinə imkan tanımayan Tofiq Musayev İkinci raunddan etibarən rəqibi üzərində açıq-aşkar üstünlük əldə edib və sona qədər bu üstünlüyünü davam etdirib. Rəqibin sifəti tanınmaz hala düşüb. UFC-də ilk qələbəsini qazanmış olub Tofiq Musayev. Yekdilliklə Tofiq Musayevin qalib gəldiyini elan edib hakimlər və daha sonra Tofiq Musayev də öz sevincini mikrofonla bölüşüb və bir sıra şəxslərə, məşqçilərinə və dostlarına, azarkeşlərine təşəkkür edib. İnşallah Tofiq Musayev Azərbaycana qayıtsın. Çalışacağıq ki, onunla müsahibə alaq və sizlərə təqdim edək. Bir daha təbrik edirəm. Artıq UFC-də Azərbaycanın 3 qələbə qazanmış idmançısı var. Bildiyiniz kimi Azərbaycanı UFC-də 3 idmançı hal-hazırda təmsil edir. Bunlar deməli Nazim Fiziyev və Rafael Fiziyev və Tofiq Musayevdir. Nazim Sadıxov, Rafael Fiziyev və Tofiq Musayev. Onları da ekrana gətirəcəm dəyərli dostlar bu dəqiqə. Bu arada bu Bohomendesi həmçinin Fiziyev də məğlub eləmişdi. Azərbaycanlılar üzərində qələbə qazana bilmir. Artıq ikinci Azərbaycanlıdır ki, məğlub olur. Bəli, Tofiq Musayev, Rafael Fiziyev və Nazim Sadıxov Azərbaycanı UFC-də uğurla təmsil edən 3 idmançımız. Ümid edirəm ki, bunların sayı daha da artacaq yaxın zamanda və bəlkə Vüqar Kərəmovu da burada görə bilərik, digər idmançılarımızı da görə bilərik. Çox istedadlı gənc idmançılarımız var ki, gələcəkdə UFC-də özlərini yaxşı şərtdən göstərə bilərlər. Bir daha Tofiqi, MMA və Grand Prix Federasiyasını, Tofiqin dostlarını, idmançı həmkarlarını, bütün Azərbaycanı təbrik edən bu möhtəşəm qələbə münasibəti ilə davamlı olsun. Videonu bəyənək, şərhlər bölümündə siz də fikirlərinizi yazın döyüş haqqında. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutmağı da unutmayın. Hələlik.